Deməli, hesabatlar bircədə niyə vacibdir? Çünki biz bütün əməliyyatları işləyəndən sonra sırf hesabatlarla həm dövriyyə balans cədvəlini çıxardırıq, həm vahid bəyannamə üçün lazım olan məlumatları sırf hesabatlardan götürə bilirik. Əgər, əgər biz bircənin istənilən bazasında hesabatları, əməliyyatları doğru dürüst işləsək, yığa bilsək, bizim demək olar ki, vahid bəyannamə üçün çıxartdığımız balans cədvəlimiz tərtəmiz olacaq. Yəni biri var siz bunu Excel-də və yaxud da kənarda bir yerdə nə ilənsə hesablayasınız. Biri də var burada yalnız rəqəmləri götürüb sadəcə vahid bəyannamədə vergi məcəlləsi ilə uyğun müxavirləşmələrin qarşısına yazsaz, bu sizə bəs eləyəcək. İndi başlayaq hesabatlar. Bu arada hesabatları ən yeni platforma üzərində izah edirəm. Yəni yenilənib bu baza və təbii ki, dərsə qoşulan tələbələrimiz də var burada. Bəzi yeniliklər var, amma biz bugün sırf bizim baza üçün olan e, hesabatları keçəcəm. Burada bəzi hesabatlar var ki, siz onları standart bazalarda görməyəcəksiniz, yoxdur. Ya şirkətlərin sifarişinə yığılmış hesabatlarda, yəni bir növ əlavə olunmuş hesabatlar var burada. Hansı ki, siz sahibkara daha rahat, daha detallı bir məlumat verə bilərsiniz və özünüz üçün də. Çünki bəzən elə insan olur ki, heç bu müxabirləşməni bilmir, mühasibatlığa heç toxunmayıb bu adam. Amma operatorluq eləyir, məsələn, bircədə. Və yaxud da HR-da bu ən azı bir hesabat çıxartmağı bacarmalıdır ki, burada baxım da nəticələr nədir, İTOQ nə verə bilərəm rəqəm olaraq mühasibə. Gələk başlayaq nədən? Birinci keçirik bankı. Bank dərsində aydındır ki, ümumiyyətcə müəssisənin pul portfeli, yəni cash flow dediyimiz pul portfelimizdə pulun hərəkəti, müəssisəyə girən və çıxan pullar həm bank, həm kassa nəzərdə tutulur. Çünki pul portfeli deyəndə ora fərqi yoxdur. Qeyri-rəsmi gəlir, rəsmi gəlir. Təbii ki, hər ikisi nəzərdə tutulur. Başlayaq. Birinci başlayaq bank hesabatından. Hansı aralıqda hesabata baxmaq istəyiriksə, həmin tarixi bura qeyd eləməlisiniz. Məsələn, yanvarın 1-dən bu günə qədər mən dəyişirəm. 01.01.2025-dən tutaq ki, bu ayın hal-hazırda 23-dür, cari vaxtı qeyd edək. Belə, bank hesabı. Hansı bank hesabıma baxmaq istəyirəm? Müəssisənin ola bilər ki, qanunvericilikdə bilirsiniz, heç bir məhdudiyyəti yoxdur. Bir yox, birdən fazla, yəni bank hesabı ola bilər. Biz hər bank hesabına bir əməliyyatı təbii ki, apara bilərik. İndi əsas əməliyyat apardığımız bank hesablarından birini seçək. Məsələn, Beynəlxalq Bank Nərmanov filialından işləmişik. Bunu götürək. İndi gələk nəyə? Baxın, mən bunu burada göstərəcəm. Bu eynən kassa hesabatında da bu səhifə var. Bax, birinci sadə hesabata baxıram. Sadəcə tarix aralığı qoymuşam, bankımı seçmişəm və baxdığınız kimi burada düzdür, bəzi sözlər rus dilindədir. Modullar tam Azərbaycan dilinə təsdiqlənməyib. Ona görə arada sırada görəcəksiniz rus dilində sözlər. Birinci sadə baxıram, yəni heç bir filtr verməmişəm. Formalaşdırmaq verirsiniz. Baxaq, yanvardan noyabr ayına qədər müəssisəmiz XMMC-dir. Bank hesabımızda gələk nəyə? Hansı tarixlərdə, hansı banklarda əməliyyatın növünü verib nəqd olmayan pul vəsaitidir, debitordan ödənişdir, kreditora ödənişdir və mədaxillər, məxariclər hansı hesablar arasında hərəkət olub və hərəkət maddəsi. Hərəkət maddəsi nədir? Biz bank dərsini keçəndə tələbələrimizdən burada varsa hamısı bilir ki, ora bir təyinat forması yazırdıq. Mədaxil, məxaric papkası ayırırdıq və ora pulun bizə gəliş səbəblərini, eynən də müəssisədən çıxış səbəblərini qeyd edirdik. Həmin maddələri qoymuşuqsa onlar burada göstərir. Bu sadə hesabatdır və yekun olaraq deyir ki, yanvardan bu günə qədər, cari vaxta qədər 6121 manat bu hesabına pul daxil olub, 12505 manat pul məxarici olub. Təbii ki, bizdə mənfi qalıq verir. Bu da nədən irəli gəlir? Bu təlimi keçəndə hərdən bank dərsidirsə, debitora, kreditora ödənişlər eləyirik, amma normalda sizdə bu olmayacaq. Düşünün ki, bu mənfi yoxdur. Və yaxud da alış-satış sənədi olmadan debitordan ödəniş qəbul edirik, avansı da göstəririk, rəsmi hesabı da göstəririk, ona görə bu mənfilər qalır arada. İndi gələk sərhədli versək, yəni filtrlə versək, bizə lazım olan məlumatları axtarsaq necə olacaq? Bu arada istənilən hesabatı printə verə bilərsiniz və yaxud da Ctrl-P-ni basıb verə bilərsiniz. Bax, indi gəlin bunu filtrləyək. Seçirəm buradan vaxta görə. Vaxtı.
filtrləyəcək, formalaşdırmaq verək. 31-i bir dənə sənədimiz var, 16 bir dənə var, 19-u bir dənə var, 23-ü bir dənə var. Əgər bir neçə sənəd varsa eyni cari tarixə göstərilən tarixə, onda alt-alta yığır mənə, məsələn 31-dən 4 sənəd varsa 4-ünü də verəcək. Bu vaxta görədir, vaxtı qabağa çəkir.